Şəkinin Başlayski kəndində doğulmuşam. Gözəl bir, mənim üçün dünyanın cənnətə bərabər bir yerində. Orta məktəbi Layskidə bitirmişəm. Sonra Layskiyə geri dönərək oxuduğum məktəbdə müəllim kimi pedaqoji fəaliyyət göstərmişəm. İlk şeirlərimdə Layskidə qələm almışam. Bir sözlə Layski vurğunuyam. Layskinin təbiəti, Layskinin qüdrəti, havası, suyu, torpağı, bəlkə də bu gün mənim yazmağımın səbəbi məhz bunlardır. Mən təkcə Layskinin özünü deyil, bir yer olaraq doğulduğum, məkan olaraq sevdiyim yer olaraq yox, eyni zamanda insanlarını da çox sevirəm, çox vurğunam. Layski qədər onun insanlarına da vurğunam. Mənə elə gəlir ki, həm mən, həm Layskinin insanları bu gözəl keyfiyyətlər üçün, məziyyətlər üçün biz məhz Layskiyə minnətdar olmalıyıq, hər birimiz. Layskini çox sevirəm, Layskini çox vəsf edirəm, çoxlu şeirlər yazıram doğulduğum kəndə. Onlardan ən çox sevdiyim bir parça var. Layskiyə gəl. Ölməyi gözləmə cənnət istəsən. Ləngimə birbaşa Layskiyə gəl. Zirvəsi qar olur, ətəyi çiçək. Nə desəm çox azdır, gəl gözlə görək. Sonra get söylə ki, cənnəti gördüm. Həm öldüm, sonra da ölümdən döndüm. Bu misralarla mən gözəl Layskini vəsf edərək öz hisslərimi dilə gətirmişəm. Yəni gördüyüm kimi, bildiyim kimi necə qəbul edirəmsə, elə öz hisslərimi dilə gətirmişəm.